Bu radyo elə bir ki, insan anadan olanda onun qanında artıq var. Çünki körpə anadan olanda ilk eşitmə qabiliyyəti başlayır işləməyə. Görmə sonradan əmələ gəlir. Maraqlı müqayisədir. Bu radio ona görə əslində artıq insanların necə deyirlər, anadan olandan bu eşitmə qabiliyyətinin formalaşmasında və eşitməni daha yaxşı qavramasında gətirib çıxar. Bu əsas bu önəmli məsələdir. İkinci bir məsələ məsəl üçün TV-dir, sosial şəbəkədir. Bunlar səni diqqətdən yayındırırlar. Sən mütləq baxmalısan, izləmək üçün və s. Və çox maraqlı bir statistika var yeri gəlmişkən. Televiziyalar o vaxt yarananda belə bir məsələ ortaya çıxmış ki, televiziya daha çox radio funksiyasını yerinə yetirməyə başladı evdə. İnsanlar baxmırdılar, fonda dinləyirdilər. Yəni dinləmək insanlarda mədəniyyəti həmişə yüksək olduğuna görə mən düşünürəm ki, radionun da həmişə aktuallığı və mövcudluğu mütləq qalacaq. Bu, yəni əvəz olunmaz məsələdir. Əsas məsələdir ki, avtomobildə sənə mane olunur radio. Amma sosial şəbəkəyə falan baxsaq, bu yaxınlarda bir... Yəni maşın sürə-sürə əslində sosial mediaya baxmaq olmaz. Düzdür, onu bəzən eləyirlər. Cəhd eləməyə çalışırlar və sonra da bədbaxt hadisələr baş verir. Amma radio həm də təhlükəsiz mediadır. Təhlükəsiz mediadır. Bəli. Bir neçə il bundan qabaq mən statistikada baxdım, yaxın ölkələrdə, dünyada da plus-minus yayın ki, belədir. İstənilən halda bir 70% yaxın insan mütləq maşında, yolda radioya qulaq asır. Ən azından fon kimi mütləq var. YouTube kanalımıza abunə olun.